əhalinin çoxluğu gələcəkdə bəşəriyyət üçün əsas təhlükəyə çevrilə bilər. Bu problemlərin həlli üçün bir sıra ideyalar irəli sürüldü. Həkim, siz hazırsınız? Bəli, hazıram. Əcəb işdir. Ağla sığmazdı ha? İnsanlara bir baxın. Dave, bu Dave'dir. Dave Johnson və Carol. Salam dostlar. Eşitmişdim ki, o gələ bilər, amma işə bax, o balacalaşıb ha? Kiçilmək sənin özünün xilasındır. Həm də siz gələcəyin qeydinə qalırsınız axı. Hər şeydən canım qurtarır. Hə də. Lijerlənddə sizin 152 min dollarınız 12 milyon yarım dollar pul deməkdir. Bu məbləğsə bütün həyatınıza bəs eləyər. Oh. Siz kiçildilmə adlanan bir dəfəlik bərpa edilməz proseduru qəbul eləməyə könüllü surətdə razılıq verirsiniz. Bu prosedurdan sonra bədənlərinizin çəkisi indikindən 3000 dəfə az olacaq. Heyecanlısınız? Ha, biraz. O biri tərəfdə görüşərik. Səni sevirəm. Mən də səni sevirəm. Salam, necəsiz? You may find yourself in the wheel of a large automobile. And you may find yourself in a beautiful house with a beautiful wife. And you may say to yourself, my God, what have I done? Bu kiçildilmiş şəhərlər insanlar üçün yeni imkanlar açdı. Same as it ever was. Elə bilirsən ki, adi dünyadasan. Amma elə məqam olur ki, İlahi, anlayırsan ki, vəziyyət başqa cürdür.